növbədə hər birdə təşəkkür edirəm. Tərkimizə, iqasımıza görə havaların sıxı olduğunu nəzərə alaraq bir daha təşəkkür edilmə tədbir qanununu görək görürük və layihənin dövlət dəstəyi maliyyə dəstəyini həyata keçirdik. Bələdiyyə islahatı, ictimai iştirakını təşkil edildik. Niyə bu istiqamətə maliyyə ayrılığı var? Niyə dövlət bu istiqaməti nəzərə saxlayır? Bilirsiniz ki, 2024-cü ildə noyabrda səfərlənirsə, Bələdiyyələrin birləşməsinə bağlı elm qanunvericiliyi qəbul olundu və qanunvericilər uyğun olaraq bir çox bələdiyyələr birləşdirildi. Yeni bələdiyyələr yaradıldı və bu bələdiyyələrin yaradılmasının səbəbləri nədir və o barədə hər halda məlumat verəcək. Bir də bu bələdiyyələr birləşəndən sonra bu bələdiyyə üzrədə var. Hansı işlər görülür, hansı çətinliklər var, onun da hökumətin marağındadır ki, hansı çətinliklər var, hansı yeniliklər var. Yəni, bələdiyyələr birləşəndən sonra hansı yaxşı tərəflər, hansı çətinliklər çəkir bələdiyyələr, bunlar araşdırılır, hökumətə məruzə bulunacaq ki, hal-hazırda vəziyyət nə yerdir? Yəni 2024-dən 2025-də yeni bələdiyyələr keçirildi. Ondan bəri gələn dövr ərzində bələdiyyələr müəyyən qədər təbii ki, infrastruktur formalaşdıra bilirlər və bu infrastruktur formalaşından sonra da bələdiyyələr işi hansı istiqamətə gedir, yəni bunun haqqında məlumat almağa çalışacaq burada bələdiyyələrin üzvlərindən. Bir də Səfərəli Xəyran müəllim burada Həmiyə bələdiyyəsindəndir. Sonra hansı bələdiyyədən var burada? Siyəzən Yenikədə 3 dənə bələdiyyə var da qaynaq. Hə, bilməm, Siyəzən Yenikəddən kimdir? Yenikəddən. Siyəzən bələdiyyəsi? Siyəzən bələdiyyəsi kurslarda işçisi. Kim məlumat verə biləcək olaraq haqqında? Sizin adını oldu biləm. Həmanın yanılmadı. Eğer siz məraklı bütün bələdiyyələrin bu problemləri də bir yerdə düzəndir. Elə hamımız elə birimiz Qarşının hamısından bir ayrı. Əlbəttə. Əsas odur ki, yəni bizim yenə birinci məqsədimiz burada bələdiyyələrin birləşmədən sonra xeyirli tərəfmansı olur, cəmiyyəsi, insanlarsı, yerli icmalası. Bir də böyle hansı çətinliklə üzləşirsə, onlar da qeydələsiz. Yəni, bunu adəti dövlət qurumlarına məruzə olunursa, yəni çəkilişlər görüşümüz var. Yəni, bütün məlumatlar onlar verəcək və o hökumət hansı haqqında bundan sonra yapacaqsa, yəni, bilirsiniz ki, bütün dünyada ən çox bələdiyyələr kifayət qədər ciddi bir qurum haline getirilir. Yəni, biz də bu istiqamətə haqqında edirik. Uzağa getmədən qardaş Türk dövlətinin nəzərə alın ki, bələdiyyələrdə orada seçkilər hansı atmosferdə keçirilir, hansı rəqabət tahminə keçirilir. Təbii ki, onların 100 il, 200 illik bələdiyyə təcrübəsi var. Bizə onlara çatmağa da çox var. Avropa ölkələrdə də kifayət qədər bələdiyyələrin səlahiyyətləri genişdir və müstəqil rəyallar alır və kifayət qədər imkanları və maliyyə rəsutları var. Bu yeni birləşmənin əsas bizi hökumət onu bu arada birinci onunla başlayaq. Bələdiyyələr onsuz birləşdirildi ki, maddi resursları, kiçik bələdiyyələr maddi resursları az idi. Bunlar birləşdirildi ki, maddi resursları artsın və iş görmə qabiliyyəti bələdiyyənin artsın. Məsələn, bir yol çəkilməsi üçün, hansı bir su xəttinin çəkilməsi üçün kiçik bir bütçələ həll edilmir. Bunun kifayət maliyyə lazım olur. O baxımdan yəni, hökumət birinci növbədə fikirləşdi ki, bir çox xırda bələdiyyələr birləşdirir, maddi resursları birləşdirilsin. Amma bunun başqa bir tərəfdə çıxdı orada ki, ərazi böyüdü, ahali artdı, icmalar artırıldı, burada yaşandı və bu da müəyyən qədər, necə deyim, strukturdan müəyyən dəyişikliklər edilməli. Hansı formu deyilir, bunun barədə məlumat edərsiniz ki, daha ki, mən bildiyim qədəri, Həmiyə bələdiyyəsində bir aşağısı 7-8, ona yaxın müsahiblərlə çoxlu ülkənin bələdiyyə mövzusudur. Yəni, kifayət qədər bələdiyyə ərazilər artıq, bunlarla necə iş görülür, yəni ki, hansı istiqamətə götürmüşsünüz ki, bütün vətəndaşlar bələdiyyə hissə, məlumat verə bilmirlər, hansı formada cəmiyyətlə işləyirsiniz. Mən bildiyim qədər əksər bələdiyyələrin sosial şəbəkə üzərində səhifələri var, yəni saytlar var, bələdiyyə. Sizlərdə nəzərdə vəziyyət bilmirəm, yəni ümumi məlumat üçün gələndə və orada məlumatların hansı formada çatdırılır, şəffaflıq olur, bizə təmin olunur, belə deyək, bələdiyyədən gəlirlər, hansı sahələri əhatə edir. Yəni, istəyərəm bu barədə və bunu vətəndaşla gəlirləriniz çıxarlarınızda illə hesabat verirsiniz, hansı formada vətəndaşlara
yerli cəmaatı çatdırırsınız. Çünki bu məsələlər, yəni hökumətin maraqları arasındakı bunları bəlkə öyrənmək istəyir ki, vəziyyət nə yerdir, yəni o baxımdan. Birinci kim demək istəyir bu var? Mesela sizdən başlayıb, mən biləm ki, siz kifayət qədər aktiv bələdiyyə sədrisiz. Ümumi məlumat verin, yəni lazım olanda da suallarımızı verəcəksiniz. Buyurun. Sözü təzim edin. Mən Yadullah Ələkbarov Xandaroğlu, Gənclər Bələdiyyə sədriyəm. Bələdiyyələrin birləşməsində xeyirli və ziyanlı tərəfləri oldu. Xeyirli tərəfi oldu ki, bələdiyyə birləşdi, sizin birisi maddi sıra çox aldı. Ziyanlı tərəfi oldu ki, köhnə bələdiyyələrdən qalma problemlərin həlli ilə bağlı heç bir problem görülmədi. Köhnə bələdiyyələrdə 3 dənə problem üstü toplamı qaldı. Biz bələdiyyələrin 3 dənə bu problemi var. Bir, Sovet Respublikaları içində Azərbaycan dövləti Heydər Əliyevin islahatına, rəhmətli Heydər Əliyev islahatına bu torpalar verdi bu əhaliyə hukuksuz. Və bunun da cüzi vergisi var. 4-5 manat. Və verginin toplanma vergisi yox olmağı ilə bərabər olaraq günün bugünləri vətəndaş gedib torpağını satır. Ondan heç bir bunun vergi haqqında kağıt istəmir. Yəni ki, günün bugünləri 1 hektar torpaq verir vətəndaşlar, 70-80 manat hektarla vergi borcu qalır, gedir onu vətəndaş yadıldadan satır turaba və onun vergi borcu çıxı getir. Onu bələdiyyə içindən tələb edə bilmir. Yəni, birinci növbədə olmalı ki, bu notariuslar kağız istəməli ki, get vergi borcunu kağızını gətir və ona bağlı. Bələdiyyə səhədə gedəndə turabımızda, turabda deyişim, mən torpağa təzalmışam, gəlir 4 manatdır. 4 manatdan 70 manatdır. Bu, ona bələdiyyə satılma olmaz. Yəni, o mülklər aldı satıda belə bir şey var ki, yollar sürülməlidir. Borc var da, araç deməlidir. O isə üstün qanun vericidə mən belə başlayım ki, bələdiyyələrin belə deyil. Yox, belə bir şey. Birinci problem budur. Bu ikinci problem də nədən var ki, laf adi bir elementar bir seçən insan. Elə kənd arasında 1 hektar torpaqdır, o 1 hektar torpaqda 4-5 dənə yerləşsin mənzil həyəti ilə. 4-5 dənə mənzilin elə bir ki, bunun bu həyətlər sahəsi eləsin 1 sol 10 qəpikdən vergisi, böyləsin 70 sol 7 manat illiyi, laf tutaqlı olsun orada 700 kvadratda evi. Bu oradakı evlər, bu qədər 70 manat. 70 eləmir də, 30 çıxır oldu. Hə. Çıxdı ona qalıb yerdən 40 var. Və 1 hektar yerdə 7-8 dənə mənzildə yığılan vergi oldu 47 manat. Və həmin o 47 manatına həmin məhliyə bələdiyyə xidmət göstərsin. Təklifiniz nədir? Yaxşı. Təklifim odur ki, bu 47 manata heç günü bu günləri bir maşın şehri zavodda düşür. Gedəsən onu zavodda yükləyəsən, yaydırasan, fəhləsən, gəldi bir maşın şehri başa gəlir 100-150 manata. 100-150 manata heç şey verir. Və bələdiyyələrdən də cəmaatın gözlərləri özü doğrudur. Və bələdiyyə dəyərini geçmə deyə bilir. Və bununla bağlı mütləq şəkildə elə bir ki, bələdiyyələrin 99-cu ildə və 99-cu ildə ölkədə hər şey qiyməti vardır, bələdiyyə vergisi qiyməti qalxır. Qalxır, heç nə olmaz. 10 dəfir. Bələdiyyə vergisi qalxır. Bələdiyyə yaşayış, sonra bu qeyri-yaşayış sahələri var da, onlardan gəlir hansı olmalı? Onlardan gəlir yox səviyyəsidir, yox deməkdir. Və bizim də bu üçüncü problemimiz nədir? Əmlak. Əmlak da bizə bu məclis işləşlərlə başlayırlar, bizə toy. Yorulmuş onlar yolda sürəklər. Nə mənada? Böyle get dağılaq, verir imtina, gəldi imtina, təzən yaşarlar doldur. Yaşarlar doldur, böyle. İmtina alırsa. O nəyə əsaslanır? Elə bir ki, bunlar da götürüb qiymətə, torbağa fantastik qiymətlər olurlar. Və mən sizə adi bir misal deyim. Yanbayan 4 dənə gedir, köhnə bələdiyyədən qalmaq. 1, 2, 3, 4. Bu ikincini göndərmişik. Gedib qiyməti keçir 580-100 manatla. Bu birisi 3-4 yanbayan yerlərdir. Götürüb ona yazıb ki, torpağın sonunda 1000-1500 manatdır.
indi yeni kənddə kəndin qutaracaqlar, marketdən uzaq, məktəbdən uzaq, borçdan uzaq, sudan uzaq, qanunlardan uzaqdır yerə 1500 manatdan kimdir yer alan? Və bizə də o əmlakın verdiyi cavabı nə olsa yaxındır, torpaq tutarıb, torpaq qiymət qalsın. Oradan verdiyi yox, oradan verir. Bələdiyyə haqqındakı belə çıxması, bütün qurumlar da bilir ki, bələdiyyə niyə yaranır? Bələdiyyə torpaqsından quruldu və torpağın vergisi yığat quruldu. Torpağımız satıb, özünün müəlləfdir və zəvalı da göstərər. Bizim bu problemlər mənlə olduğuna bunlar, indi görə qalan demir, o reyyal mənlədir. Amma bir iki sualım olacaq sizə, bu verdiğiniz suallara. Bələdiyyədə bu işin siz olanda problemin bildiği qədər, problemin bələdiyyədə cavabını da müəyyən qədər bilərsin, ayrılır. Şimdi bu deyirsiniz, əmlakla bağlı qiymətləndirmədə razılaşa bilmişsiniz, yəni onlar çox belə istəyirsiniz. Bunun hələ bir belə deyək, rayon daxilində hansısa bir qiymat tapşırıq olarmı ki, torpağın belə deyək, daha cəmiyyətin belə deyək, yerli icmanın qiymətlərinə uyğun qiymətləndirib, hər ikisini razı sala bilsin. Bunu kim görə bilər, rayon hansı bir yox, burada bir şəkildə qiymətlər düşməlidir. Yəni ki, başa düşün, onu tənzimləyirlər. Onu tənzimləyir, Rüstəm Şahbazı. Yox, bizim rəylərimiz onun yoxdur. Yox, indiki şey deyirəm, bunu qanunvericisi dediniz, onu başa düşürəm. Asılsız şeylər əvvəldir, onu başa düşürəm. Yəni bunu aile bir quruma vermək olarmı? Yəni ki, o ödərlər, onu başa düşürəm. Belə ki, bu keçən yaz aylarında Cənab Prezident fərmanı ilə bələdiyyə torpağa qiymət qoya bilməz. Torpağa qiyməti qoyur, hesablama xarabızı sənzər verdik qiymətləndirmə şirkətləri və o şirkətlərin verdiyi qiyməti əmlak sayır. Qəbul edəmdir. Bu dəqiqə Cənab Prezident fərmanı qalın kənarda, bu əmlak yolda. Yaxşı informasiyadır, mən bunu bilmək istəyirəm. Müəllim, falaca ilə tanıyırsınız da. Bir sokun 1500 arasında oradan sorulur. Yox. 500-700 arasında. 550 manatla kesib bir park. Hələ mən qıraqdayım, bir nəfə 500-700 arasında. Səsdən göndərmişəm, indi imtina verir ki, 1100-1500 qoymuş yoklar. 500 sata bilməm, 15 tane çarşın gəlib, hansı imtina edir? Buradakı əmlakın qiymətindən getdiyinizə görə alınmır yəni. Bunun qiymətini alınmır. Qiymətləndirici qiymət 500 manat, 500-dən yuxarı. Bunlar bir yox, olmaz. Yuxarı ilə bizim tərbiyimiz əsas nahiyyəti və bundan ibarətdir ki, görək bu birləşmədən sonra yaranan problemlər nədir? Hökumət yəni bunda maraqlıdır ki, indi sizin dediklərinin hansı %100 satacaq yəni bunlara, hansı qərar qəbul edilməsi Ödəmə Bələdiyyəsinin sədri İlham Əsliyev. Hamısını yapma deyil, ondan bunun sözündə kimlər gedir, onlar cavablandırıcıdır. Ümumiyyətlə, azmadalı vəziyyətdir, əmin olsun. Hansı sənədi göndərirsən, bizdə əlimizdə bazı yoxdur. Elektron hərəkət edilməyir bu vaxtda. Verilməyir. Yox, biz bilə bilmirik ki, hansı torpağımız üçün hansı sənəddir. Göndərirsən, deyir ki, yox. Ya ümumi istifadədir, ya örüşdür, ya zərbələ başqa bir şeydir. Hansı sənət göndərsən işlədir. Biz özümüz onu sərbəst qərar verə bilirik. Elektron şey. Elektron xərcələr. Belə deyək, vaxt ki, indi ərazı böyük bir əhali artıq. Siz bunların işləməyə nə tərk olmuşsunuz? Yəni, köhnə bələdiyyələrin strukturundan istifadə ediyorsunuz, yox nə tərk. Vaxt ki, sən buradasan, hansısa bir Narqaran kəndində, hansı formada necə bu prosesləri idarə edebilirsiniz? Gələcəklə lazımdır, üzvlər də var, Struktur böyütmüşsünüz, yəni, o bilməsində. Yəni, bələdiyyən sahib tərkini artırmışsınız, yəni, kəsmişsiniz. 12 nəfər görülmüşsünüz. Hal-hazırda. Bəs edir bu sizə, yoxsa nə? İş görüb, bələdiyyə iş yox. Yox, onu əvvəldə edərsəndə. Başa düşürəm. Çox yeni elə olur. Yox, onu başa düşməyə rəsmi tərəfə qoyanlar. Neyimiz var, o başqa bir şey. Yəni, bir bələdiyyə səhvə kimi, müstəbəs eli, qanun eli, bu məsələ, onu bilməlidir. Bəs eli, qanun eli. Yəni ki, 12 nəfərlə sən bu idarə edə bilirsən, bu da ərazı. Mümkün olsa elektrondur. SMS-lə göndərirsən bildirir ki, sən vergi borcunu dolu edər. Yəni, 12 nəfərin hal-hazırda, yəni, problem verər. Dövlətdən subsidiyalar alırsanız, ildə
da İngiliz Respublikası'yla o da bir ayda məhkəmədir. 5 gündən yuxarı hər gün destek veriyor. Destek alıyoruz. Doğru. Subsidiya nə qədər? Birləşən Bəldiyələrin yerində borclara 13 minə qədər borc gəlmiş. Bir əmək var. Birləşən Bəldiyyə. Mən də işləməyəcəm ki, onlar da borcları verilmiş. Subsidiya nə qədər hökumətdə? Yəni 7 min almışım keçən. Keçən 7 min almışım. Qaldırmı var ki, son 5-6 yıl gözləyir belediyə. Əvvəl 2150 alırdılar, 2550 aldılar, 24'də. 25'də verdilər 23 kəndlərdə, 7'də də verilmişdir. Əhali belə çox verdilər, şəhər belediyəsinə çox verdilər, kəndlər az. Ordusunda 4'də 75 verir. Yəni, elə bir fon var da, doğrudan çox böyük bir anlaşması var və görünədilər. Deyirlər ki, bu dotasyanın bölünməsi haqqında bir məlumat yoxdur. Yəni, özləri bu necə istəyir bölünürlər. Yəni, əgər bu bələdiyyənin böyüklüyünə göstərilər, çox şümadə eyləmə. Yox, bu gəlmə elə bir ki, şəhər, qəsəbə kəndlə bölünürsə, onda mənə keçən ayda 5 min ayda, ki, gəlir mənə düşməli idi 7 min, eyləmə düşməli 5 min. Çünki mən dərkində bu səqə var. Yəni, çox böyük bir anlaşılmazlıq var bu ayda. Yəni ki, bu dotasiyanın bölgüsü var da, bizim heç məlumatımız yoxdur. Ondan onu necə bölür, nə əsasına bölürsə, əgər burada bu cəmaatın sayısa bilmirik. O yer... Sayar görə də, əraziyə görə də, onu böyle dəyərləşdirmişsiniz. Çox bir anlaşılmazlıq orada bir vəziyyət var. Çox gözəl. Bu, yenə dedim, bizə əsas məlumatlar lazımdır, bələdiyyələrdə onları yenilir. Mən bildiyim qədər 2025-dən bəri bir il keçib yüzlərindən. Bununla bağlı hökumət müəyyən addımlar, layihələr keçirilmiş. Yenədən dövlət öz xətti ilə sizin məlumatları toplayıb, o yüzden verir. Bir də qeyri-hökumət təşkilatlarının imkanları daxilində bələdiyyədə ikinci bir informasiya mənbəyi istəyir ki, görək, sizin verdiğiniz informasiyalarla, bizim verdiğimiz informasiyaları özünüzün bələdiyyədə satsız gəlməsi. Yəni, bu layihələrin məqsədə buna üstün problemləri çatdırar. Çünki hökumət maraqlıdır ki, bələdiyyələr öz seçimi, yerli cəmaatın seçiminə yaradılan bir qurumdur, yəni ciddi bir qurumdur və daha da ciddiləşdirməli, köklü islahatlar aparması mütləq bu informasiyalara lazım, belə tədbirlər sizin görəcəyiniz işləri həm belə deyək, ictimaiyyətə çatdırırsınız, bizim vasitəmizdən bir hissəsində bunu qəzetlərə, saytlara və sosial şəbəkələrdə yayıcı bugünkü təbirlə, keçinə hər bir təbirlə bağlı. Həm də ki, belə deyək, sizin bu məlumatların hamısı çəkilişlər dövlət prezident aparatından və bizim ayrıca çatdırılsa, yəni bu layihələrin bütün belə sizin dediyiniz bütün problemlər biz tərəfdən də deyiləcək olaraq çatdırılacaq. Yenə deyək, bu marifətlə belə xeyir olarmı? Yəni, onlarla belə deyək, ayrıca sizin qoya qərarları belə deyək ki, bunun bu çətinliyə yaranan bilərdə siz torpaqla bağlı, ya planşetle bağlı. O, bu qardaşın o məsələni qaldırır ki, bu vergi borcuna bağlı bir sənəd verilsin ki, belə məsul sirəsi saxlanılır. Bizi bir məmnuniyyət yoxsa 16 qurumla birləşdirirlər. Miqrasiya var, Daxili İşlər Nazirliyi var, əmlak var. Sistemdə, hə. Ədliyyə Nazirliyi var. Ola bilsin ki, bundan sonra görürlər ki, notarif alçaq eləyəndə vətəndaşa ev borcu varsa, bu alçaqın müalicəsini göstərəcək. Alınmayacaq onu deyəcək ki, borcu ödə, sonra mən alçaq deyəcək. Yəni, evlərdə olsun, bu mülklərdə belədir. Çıxartı ki, sosial şeylərin çıxarışmaq istəyirlər, yəni ki, ona sualımızdan çıxırlar, belə deyil. Notariflər onu belə deyil, məcburlar deyil. O da asan xidmətdə görünür, mənim. Asan xidmətdə görünür, yox, o sənədə alıb verirlər ki, notarifdən bilməm, asan xidmətdə alıb verirlər ki, alqı-satqı girədir. Notarif alqı-satqı girədir ki, sənin sosial borcları var. Mən görmürəm o ki, sənin var, yox. Ev alqı-satqısını şəhərdə belədir, bilməm buradan tərbəzi. Mülk satanda illərdə mütləq sosial qaz, su işini mütləq arayış alınması, asan xidmətdən verilməsi notarifdən. Ondan sonra iş belə deyək də həll olunur.
sizdə o, mən bildiyim qədər bir yol yoxdur ki, deyə bələdiyyə köhnə borcda yığılır da şeyə, sürüyə. Mən üç başa düşürəm. İndi bir mən üzr istəyirəm, o siz dönə-dönə biz maariflənmə. Mən adi sizə bir dənə nümunə çəkdim. Günün bu günləri müəllim sinifə girir, nə qədər maarifləndirsə də şagirdlərin, tələbələrin o hamının qavrama səviyyəsi eyni olacaq. Yəni, biz özümüz də maarifləndirmişik, kifayət qədərlə biz müəyyən qədər yığmışıq. İndi burada maarifləndirməyə vaxt ayırmaq belə bir düzdür. Yəni, nə barədə? Yəni ki, mən bunu tələbə şagirdlə çəkdim mən nümunəni. Saat 10-da zəng vurulsa, bütün tələbə şagirdlər sinifə girir. Niyə? Çünki qayda və qanundur. Biz qayda və qanunu bu riayədən qalır. Eyyam mənim dediyi o məsələ var ya, vətəndaş gedir, taxıldan yazı dövlətdən və s. alır, köməkli alır. Onda da gərək bələdiyyədən kağız istəməlidir. O qayda qanun qoysa, bu problem o həll olacaq. Belə deyək, biz indi burada siz bələdiyyələrin təmsil edirsiniz, təbii ki, öz tərəfinizdən bizə qalır ki, hansı forması var. Bir də vətəndaşın da belə deyək, hansı formalı sizin haqqınızda ya öz bələdiyyədən gözləməyə haqqında deyiləcəklər var. Burada vətəndaşlar da mənləri vardır. Yəni, istəyəlim bələdiyyələrin, burada kimlərsə bələdiyyə üzvlərin bu sədrlərin başa düşürük. Bunlar öz qurmanı belə deyək, gördüyünlər, işləri və həm müdafiə edəcəklər, həm də problemləri deyəcəklər. Bir də biz maraqlanıq ki, vətəndaş nə düşünür? Yəni, o tərəfə də var, yəni. Düzgün bir tərəfli deyil də, o bir tərəfə də var. Biz qarşı tərəfini də şeyini aldım. Burada işlər deyilənlərdən, belə deyək, yeni vətəndaşlarda əksəriyyət deyil. Bələdiyyələrdən mən Bələdiyyələrdən mən gördüyünüz, siz də fikrinizi bildirin. Yəni, biz belə deyil də, tək bunlar da pul qayışısı. Puldakı vətəndaş. O pulda qaynaqlanan yoxdur. O da vətəndaşdan çıxmaz. Burada biz yararlanan bizlər bir sözlədik. Vətəndaşın bələdiyyənin yanında olmalıyız. Vətəndaşın bütün problemlərinin bələdiyyənin müzakirə olması, bələdiyyənin istəməsi bu normaldır. Vətəndaş vətəndaşın olan ümidləri var, gözləntiləri var. Amma bütün hər bir problemlərin həlli çox yüksək faizlə dayanır maliyyə. Maliyyə də burada ancaq bələdiyyənin bir yadla məlumatlardır. O torpaq sıxmaq deməyir. Yəni o bir necə deyim? İdarə etmək. İdarə etmək. Sıxmaq biraz belə xəyal sözüdür. Biraz bələdiyyələrin imkanları daha geniş olmalıdır. Dövlətin dəstəyi biraz daha çox olmalıdır. Dotasiyalar çox olmalıdır ki, bələdiyyələrin o qiyaq etdiyimiz üçün o vergi yığmada izolati tədbirlərin görülməsi üçün onlara şans verilməlidir, imkan verilməlidir ki, onlar o maliyyə vəsaiti də okula etsinlər. Yəni, bələdiyyə hər hansısa bir kiçik bir müəssisə, hər hansı bir gəlir gətirən bir mexanizm, gəlir gətirən bir yer özündə formalaşdıra bilsə, bələdiyyə belə deyək, dövlətin dotasiyasından da asılı olmalıdır. Çünki bələdiyyələrin hansını deyirsək, deyəcəklər ki, Dövlət Sosial Müdafiə Fondunun onların qadarası var, onlar öz hesablarından heç bir vəsait idarə edilir. Birinci növbədə bələdiyyələrin digər qurumlardan asılılığını bir mənalı asılılığı götürməlidir. Məsələn, mənim Quraq qardaşım Türkiyə ilə əlaqələdir, mütəmadiyə həm də bələdiyyə özüdür, həm də mütəmadiyə edəcəkdir, orada da onun bələdiyyədə işləyən dostlar var, özlərdən olmuşdur. Biz deyilən layihə həyata keçiriləndə əvvəl onun bir beynəlxalq təcrübəsi öyrənilir. Görəşin digər bizə yaxın ərazilərdə, ərazicə, xalq olaraq, orada bu necə tətbiq olunur, nə dərəcədə özündə olunur. Onun əsasında da o bizdə də tətbiq olunmalıdır. Məsələn, biz bu bələdiyyələrin içərisində sizlikdə rayonları gəlmişlikdə bir nümunəvi bələdiyyə varmı ki, tutaq ki, biz Azərbaycan Respublikasında bu bələdiyyə yurtusu yaranandan sonra bir bölgədə tutaq bir nümunəvi bələdiyyə varmı ki, bunu göstərək ki, bu maliyyə resurslarından əldə edir, tutaq ki, işini
belə işləyir, qeyri-dövlət hökumət təşkilatları belə işləyir, dövlət təşkilatları belə işləyir. Bir nümunəvi bələdiyyə varmı? Mən sualını Sizin istiyorum. sualınızı belə deyəcəm, tədbirə gəlmək üçün o təbii ki, belə araşdıran, sosial bələdiyyə çox araşdıran. Burada şəhər bələdiyyələrinin, aran bələdiyyələr arasında yenə görülən fərq var. Şəhər bələdiyyələrinin əksəriyyətinin ərazisində obyektlər yerləşir. Bələdiyyələr, dükanlar. Ben tutarsın ki, şəhər bələdiyyəsi sosial nümunə, bir kənd bələdiyyəsi. Yox, mən başqa məsələ istəyirəm. Söhbət yenə deyirəm, maliyyə söhbəti gətirsin ki, onların maliyyəsi sizdən bələdiyyə çoxdur. Amma idarə etmə baxımından, yanaşma baxımından sizdən bələdiyyə. Bizim başqa bir təşkilatlar da şəhərdə həmin tədbir keçirirlər. Onların maliyyəsini hesablasınız, milyonlara çatır. Nəsim Qiyası Nəsim Qiyası bələdiyələrində ki, onların artıq 500-300 mindən başlayır. İli gördüklərini bələdiyələr. Amma gördükləri iş bələdiyədə vətəndaş hələ güclüdür. Su basmalardan tutmuşlar, hər şeyi görürsünüz. Yollarda müəyyən problemlər yaranır. Hansı dövlət bunlar bir qalır. Yəni, hələ bax, islahatlar gedilir, birləşmələr gedilir, hansısa dövlət tərəfindən layihələr, proqramlar qəbul olunur ki, bələdiyyənin hələ bələdiyyə olaraq ayaqda durması üçün hələ bir neçə 10 illiklər lazımdır. Təbii ki, lazımdır. Bir deyimli yaranın durumunda biraz bilirsiniz, bələdiyyələrin hökmünü artırmaq lazımdır. Bələdiyyə bilirsiniz, mən sizə sözünü kəstirəm. Bələdiyyənin ən böyük, belə deyək ki, ən böyük bələdiyyənin imkanı olardır ki, onu xalq seçir, onun arxasında xalq var. Birbaşa seçim. Seçici dayanır onun arxasında. Onun ən böyük kozu odur. Bəli, ən ciddi bu, argument odur. Bu günləri bələdiyyə o seçicisinin inamını qazanmaq üçün nə lazımdırsa eləməlidir ki, bələdiyyənin fikri bu günləri haradasa nəsə yeni bir şey kəşf eləmək lazım deyil. Bələdiyyənin sadəcə işi o vətəndaşın belə deyək, 22 dənə kəndi var, bax, bizim əmiz qardaşımıza yanında. Fiziki olaraq, siz yazarınızı da tanıyırsınız, kəndlər vardır. Bunu necə bu idarə eləməlidir? Bir dənə köylü nivası var, 3 gündən 3 günün, 2 günün təmirdir. Sütun artırılması bağlamında onu sütun. Onun təmanı olmazdır. Əvvəl sən mənə gətir, bu inqridiyentləri ver, sonra sən ki, mənim üçün yemək düşür də. Boş-boş vermiş 22 dənə kəndi, düşünmüş Ceylanın üstündə. Şəxsən mən icra hakimiyyətə vətəndaş müraciət edeyim. Vallahi Ceylanın Zərfanlı tanır. Görüb çatdıra bilmir də bu adam. Neynəsin? Yox, sənin bir məsələdə var. Bizdə yenə... Mən vətəndaş üçün danışıram. Mən icra üçün dövlət üçün danışmıram. Çox həssas yerlər olmuşdur. Mən bu şeylə mən səs vermişəm. Həssas yerlər olmuşdur. Yenə deyirəm, bizim yenə də bu tədbirlərin hamısı dediyiniz məsələlər var. Hökumət dediyiniz kimi 10 illər lazım ki, biz yavaş-yavaş hansıdır dediyiniz o şeylər əliyik. Amma bu vətəndaş özü də çox pasivdir bu məsələdə. Sizi vətəndaşdır yəni birbaşa. Yəni, tələb etməyə belə deyək, şey çox deyil. Amma müəyyən qədər o dediyim vergilər məsələsi var, filan məsələdə var. Bu məsələdə biraz özünü artaqlarını görmək istəyir. Amma birinci növbədə özü maraqlı olmalı, vergisini verməlidir vaxtlarında ki, sizin əlində ondan sonra daha rahat tələb edilməlidir ki, vergi şəbət deyil. Bu gün gedir maşınımız oldu. O maşın cərməsi açıq qeyd edilir. Maşın cərməsi olanda neyirlər? 110 qəpiyyə kimi verirlər. Sonra bir vətəndaş subsidiya alır, daşır 600-700 manat, həm 1000 manat yarım subsidiya alır. Gəlin biz hələ manat vermişsiniz, ona verir. Orada biz bir hər tərəfli dövlətin dəstəyi almalıyıq. Oradan o qeydiyyatdan keçirdəndən artıq, orada görməli ki, Kəmal müəllim vergi borcu varsa, o çıxılmalı. Gedib oradan o gəlir. O mütləqdir, yox, nəsə bu mexanizm qurulmalı deməli, başqa cür mümkün deyil. Siz belediyə deyilir ki, hava deməklə anasını amma təsdiq olmalı. İndi bu çıxışlardan da mən görürüm, hələ ki, belə qanunları təkmilləşmək gedməlidir. Partiyalar qoşullar var ya. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Belediyeler, ümumiyyətlə belediye, gönül işidir. En güzel bir idarə təşkilatı onun həyatı keçəndə onun özü yox. Sadəcə yeni gəlib çıxır maliyyənin üstünə, amma bu maliyyənin düzəltmək
sade bir şeyler var. Bir de Erdem kapısından karşılık gelir ki buna 10 yıllar lazım, 100 yıllar lazım olması için. Ama bazı şeyler var, onlar da tezleştirse o 100 yıla yok bir belge olarak satılırlar. Artık 30 yılını seçip, 20 yılını seçip demek olarak bir şeyler var. Biz kanunlarda böyle 6 dakikadan kahve ediyoruz. Bugün şimdi 6 dakika gidiyor. Sağ olsun Cenab-ı Prezidentimiz çok hayırlı olduk belediyeler birleşmesinde bunun çok devri var. Yani sahip çok olmalar yol demek ki hamımız gelmiş görüntülüyor. Bu birleşmeler oldu. Ama belediyenin maliyetini güçlendirmek için biri bu olmalı. Sonra emlak bazası. Bu da Avrupa ülkelerinde belediyelerin hamısında öz ərazisinin üstünə torpaq növlərdə mülkiyyət, dövlət, belediye. Mülkiyyətdə olan həyətimizdə torpağımız sənədimiz öz əlimizdə. İçində də ixtiyarımız özümüzdədir. Dövlətin də torpağına bu aydınlığa siz girə bilmir, heç bir şey görünmür. Bir tək boşluq belediye torpağına verir. Mülkiyyət bizdə də az olaraq. Amma heç belə baxanda kim istəyir, nə istəyir, onu da edebilir. Bizdə bunun düzdür, qanunlar var, amma uzun dərədir, onu biz usul edəyik olur. Əmlak bazası, bu sadə bir bazadır. Yeni əmlak idarəsi qaldığı yerində. Bu ölkələrdə belə. Amma bu belediyenin də öz əmlak bazası olmalıdır. Özü gelip başkanlamalıdır, afətini vurmalıdır, onları almalıdır, çəkim çəkib. Gelip bir yerde sübut eləməlidir. O cümlə, o əmlak bazası da belediyenin əlinə verilsin. Yəni, belediyelere verilsin. O yanlardır, elektron xəritə məsələsi, həm məsələ. Elektron xəritə var, elektron xəritə əmlakın uzunluğu 10 dənədir bu dərdə. Mən gedirəm bu torpağı sübut eləmək istədi, deyir orada düşür, istədi deyir bura düşür. Bunu hamımız əmlak bir eyni söz deyil ki, əmlak 10 sözdür. Özünün cəsarətlə verir. Sonra hüquqi şəxslərə verilsin. Hüquqi şəxslər belediyelərə vergi verir. Əsas bu da zaten hüquqi şəxslər. Mesela hüquqi şəxslər belediyelərə vergi versə, əlbəttə kurulması da onlardadır. İstər əmlak vergisi onlardadır. Böyük zavod var kimdir arasında. Hüquqi şəxsin olur da. Şəhərdə məsələn rahatsızlığını həll edirlər. Qalanlara da bilmirəm, yalan deyərəm. Şəhərdə o obyekt yoxdur ki, belediyenin aləmi olmalıdır. Hüquqi ayrı verir ki, vergisi verməz. Hüquqi şəxslərə vergi verirsə. Hüquqi şəxslər belə verir. Hüquqi şəxslərə belediye arasında olan söylüyor. İcarələr də olur. İcarələr. O icarələr, vardır. Belediye arası var, orada yolun qırağı obyektlərin çoxunda belediye. Məsələn, belediyelər icarə haqqının üstündə olanlar. Yani onlarla verirlər yani. Şuurlu sırada belediyede gözləmirəm o ki, məsələn, mənim vergim var, qalır, borcum var. Onu hamımız bilir ki, hamımızdan danışsa dolaşımda girələnəcək. Amma səhərcinin boğazımıza bir hüququ bir şey yapışanda o sırada harca kotabı onu verəcək. Yəni bu cəmiyyətin bir bəlası deyil ya buna arası. Amma bunun dinc dövlü deyək, sakit bir vaxtda o borcu verə bilər, hissə verə bilər. Yəni hansı bir vaxt odur ki, gördükləri işləri vətəndaşa çatdırsınlar. Bu problemlər var. Bunu məsələn burada deyirsiniz, amma sizin sahiplər var, belediyenin sahibi var. Orada məsələn bununla bağlı bir müzakirə var. Sırf siyasətlə gelmir söhbət, yəni yenidir. Sən gəlməmişsən yoxa, kimin elektron sosial şəbəkələrdən yer sahibləri. Yəni, mən gələndə bunlara baxıram, mən çox da geləcəyim yerlərə. Gördüm ki, bilirdim yəni. Sadəcə yenə də sizlərlə işinməsinə, siz də çalışın belə bu problemlər bizə dediyiniz kimi, orada da görürüm. Hansı çətinliklər varsa, onlara deyin ki, orada qeydilir ki, 2021'de Ağdaş'daydı. Orada da qaldı, her şey nəticəsi. Eyni məsələlər yox. Prezident apartmanında, orada hər nazirlərdən... Yuxarı aşağı mahallənin nə olmasından sonra hamısı da eyni problemlər var yəni. Bu dediyiniz problemlər, hansı rayona görsün, eyni şeyini rastlaşacaq. Bizim siyasətdən başlamışıq, Şahdan Qulbaqusar, yəni zoyuna gedəcək tədbirlərlə bağlı. Hər rayonda bir tədbir nəzərə tutmuşuq. Və şimal zonası üzrə bizim bələdiyyədə layihə, bizim informasiyaları toplanacaq, bələdiyələri və informasiya veriləcək, yəni ailəti və qurulmanı. Yəni, hökumət bu ildən çox ki, mən belə başa düşdüm, bizim də orada müəyyən qədər ədəbi qurduğumuz və tanışdığımız şəxslər var, işlər var. Çox güman ki, buna bağlı dediklərimiz hansı hökumətin ailəti dövlət qurulmanı gedəcək. Hansı ölçü yenilir, onu dedim. Amma yenə siz vətəndaşla işləməyinizi bizə canlandırın deyək. Ən çox da sosial şəbəkələrdə çalışın ki, biz kimi qeyri-hökumət təşkilatları əsasən birinci informasiya alırız sosial şəbəkələrdə. Sosial şəbəkə qoyursa, məsələn ki, qoyur təşkilatları, o bir təkrar başlayır altında yazılır. Adı bir əhəmiyyət üzərində.
Yox, o da Çünki mən ona görməm, bizim sağdan vəzifəsi birləşdirəklərindən orada ödəyənlər var, o az çox ödəməyənlər ki var, bəli doğru görürsünüz, platformda, onda bilə-bilə platformda, onda imkanlar bələdiyyənin əlində hüquqi bir gücü yoxdur ki, onu xoş gəlir, nə etsin, Uzundərə gedməkdənsə, onu bir dəfə zərbə keçsin, dövlətin əlində olub orqanlar var da, dövlətin polisi olmasa insanlar baş qaldırar, hər şey istədiyini eləyər. Bələdiyyənin onu yoxdur, mən demirəm bizdə bir zabit olsun. Amma bələdiyyə direkt cərimə kestirib də marağı olsun ki, o ona gələcək deyə gedib onu eləsin. Bir nəfər o cürlə biz onu cərimə kestirsə, ondan sonra o birisi onu baxıb ödəyəcək. Zərbin deyil, normal zərb deyilməyəcək. Hüquq tərəflərini hüquqşünas deyil, o bilmir. Amma məncə bələdiyyə bir səlahiyyət verilə bilər ki, bələdiyyə öz cərimələrinə bağlı. Bax, əsas budur. Bu istiqamətində bir səlahiyyət verilir. Konkret vermir yuxarılara ki, onun Uzundərə danışanda istəyəsənin sözdə qarşılanan mənası deyil. Onu da heç çatmırlar boyun altına verirlər. Bələdiyyə zabitəli qoyurlar. Bələdiyyənin direkt cərimə kestirib özünə ödətdir. Bələdiyyəni kestirib, cərimə özünə gəlsin. Məncə yaxşı bir yerdir. Əslində həm maraqlı, həm bələdiyyə maraqlı olacaq. Mən məsələn 15 ildə çox sevləmirdim onu. Amma indi gördüm həqiqdən aşağıda məcbursan 78 məhkəmə olsa gəlib necə edib bunu namus olurdu. Amma bu birbaşa bələdiyyənin büdcəsini gələcək. Bələdiyyə isə birbaşa maraqlı olacaq o məsələ. Zəbt torpağı. Kəndin içində zəbt torpaqları var. Deyirəm ki, söz səfərində deyir ki, satda mənə. Bələdiyyə bunu sata bilmir ona. Gələk bunu Uzundərə getməli, qanun var ki, qanunda var ki, 10 il əgər o torpaq sahibisən, əvvəlindəsə istifadəçisisənsə, sənədə onunla qanunda var. İstifadəçisənsə, o torpaq zaten birinci sənə təklif olunur. Mən o səfəri söksəm, başqasını sata bilirəm. Birinci onu təklif edilməkdir. Onun rəsmi imtina edilisi olduğunda sonra onu başqasını sata bilirəm. Bax, bu qanunda bu var. Amma bələdiyyə bunu eləyə bilmir, icra həyəti kesə bilmir. Gedib orqanda əmlaşa ilişir. Əmlaş deyirəm ki, yox, sən bunu hər özü çıxardın. Hər özü çıxarsan, onun həyətində, məsələn, ki, deyirsən, bir sıkıntı var, buna həyətin sürtürə bilmir. Allah becərir. Yəni, bu qısa yolları həll edəcək lazım. Bu uzunlara, əgər biz bu uzunlarələri, qanunları dəyişməsək, 100 il yolda 200 il biz gəlib formalaşacaq. Üzr istəyirəm, elə bir ki, bir yandan danışıb, problemləri deyirik, elə bir ki, bir gülmə xatimələ bir söz deyim. Bu bələdiyyə gözəl qoyurlar. Yaşlı, gəlir o kameri, xanımı soruş ki, amma nə üçün da? Mən orada nəzarətçi. Sən nə istər? Mən orada nəzarət. Sən nə istər? Mən də nəzarət. İndi bu əmlaşı da qoyduğu qaydalar var, bizim o baxımdan da bir hüquq tərəfləndi ki, ən çox ki, vergini birbaşa toplaya bilmirsən, bəndə başa düşdün. Çünki başqa qurumlarda asılı daha çox. Və hər gün bir olaraq tutarlar, saatlarla Mən 50 yaşa, sözü bölgə mən hər gün vətəndaşlarına müsbət olan həyatı istər kommersiya, istər lokalanma çocuklarına alır. Vətəndaşla birinci sual olur, bələdiyyə mənə siz neyini İzah edir ki, bələdiyyənin büdcəsində müəyyən veriklər yığılandan sonra müəyyən işlər görülür, asfaltına da bilər, işıqlar verilər, qoyulacaq. İzah edirsən, deyirsən, bildirişi alır. Görürsən, vergülməyin, yəni müəyyən. Müəyyən mən bir təklifim var ki, lap efirlərdə müəyyən bir göstərdən lazımlansın, təbliğat artsın ki, vətəndaş tam, elə vətəndaş bölgə bəlkə deyirsin, qapısını görürsən, deyirəm, xəbəri götürür, gəlib ödüyür də, həqiqətən gəlib maraqlı da. Vətəndaş var ki, özü yayılır. Deyirsən ki, qardaş, sənin bu qədər borcun yıqılır, müəyyən bir böyük məsələn 200 manat, 300 manat, mən qaraqlar bir işi verəndə, bir hafta qədər sıxıntı yox. Bu olursa maraqlanmalı, təbliğat olmalı, təbliğat zəifdir. Bir də tuzaq keçirlərdə olsa, daha yaxşılar ki, bu hazırlansın. İzah edən ki, qanunvericiliyində var, bir tələblərə sıxmayın. İzah edən ki, bu qadın qanunvericiliyində var. Çox artıq bir təbliğat olsun, vətəndaşına məlumatlandırılır. Gözəl bir tərəfəli toxundunuz. Yəni, vətəndaş işləməyə baxımından, yəni sizin təkliflər çox gözəldir. Sizdə bir müəllim 20-25 uşağa saat versə də hamının qabağına sələsi deyil. Lakin saat 10-10'da zəng olursa, bu hamı içəri girir. Niyə görə? Qayda burada. Lakin bu həmin qayda qoyulsa da, həmin istəyəcək kimi can gəlib verəcək. Yox, yəni ona biz marifəndə falan yol qoyurlar. Yəni, o mənim sayıqlarım var ya. Elə bir ki, tutaq ki, vətəndaş bu ildə 7-8 manat görür. 7-8 manata da bir günü bu günləri
kim hansısa sizlərə düşmür. Həmin telefonda sualə verir. Vətəndaşlar var. Əmək verir. Həmin yerdə kimi qeydiyyatı var, pensiyası qeydiyyatı var. Amma düzgün belə mahiyyətin var. Bir rəsmi qurumlarının yəni olmaz, yəni bu Yenə də bu sosial şəbəkələr dəyərlidir ki, hökumət qurumları onun dalına düşün gelə bilməz. O TikTok, sosial şəbəkələrdir. Sadəcə orada, məsələn, biz belə tədbirlərə girəndə ən çox ciddi saytlara və rəsmi saytlara fikir verir. Bu, məsələn, Sezən rayon yazılıb orada, Sezən rayon bələdiyyəsi səhifəsi çıxırsa ona baxır. Qıraqdakı 1000 dənə bəlkə səhifə var Sezənlə bağlı, bələdiyyələ bağlı. Biz onun məlumatını götürmürük. Məsələn, APA'nın verdiyi məlumatı əsas götürürük. Məsələn, var da, yəni, bu dövlət şeylərin azartaşlığı bu formada. Yəni, sosial şəbəkədə 1000 dənə şey gedir. Hökumətin o nə enerji, nə refri yox ki, hər gün gedən fikrə, hansısa bir beyinə nə düşüklər olsa, fərqlərini uyuşmasıdır ya, həkimdir, yəni. Onun da şöyə gedir, bu desin, cəmiyyət onu sabələtdə, o yandan onu axacaq, və yandan onu axacaq. Buyur, buyurun. Onsuz yekunlaşdırım ki, mənim sadəcə bu qardaşlarım görüşdürmək için heç bir problem yoxdur. Əlbəttə, təşəkkür edirik hər birinizə, çox sağ olun.